Ben bugün Bakı şəhərində Retro Şam restoranında kusurlu autizm xəstəliyi olan uşaqların görüşünə gəlmişik. Öz təfələrimizi verməyə və mənim yanımda bizim mətbuatımızın şöbə müdürü Qızılgül xanım da bizim yanımızdadır. Ümidvaram ki Qızılgül xanım, gəlin siz də görsünlər. Çek. Ümidvaram ki bu günlərin bizim işlərimiz xeyirli və uğurlu olar. Hər bir vətəndaşın borcudur ki, nitq qüsurlu, immuniyyət qüsurlu, autizm fərq eləməz. Əhli uşaqlar belə deyərdim. Təminatlı ailələr, qazilər, veteranlar, şəhid ailələrinin yanında olmaq hər bir Azərbaycanlı vətəndaşın borcudur. Siz də onu layiqincə bir şey yerinə yetirirsiniz. Ona görə siz bir inci kimi mən sizi göydə tutur ki, bizim sıralarımıza gəlir. Allah həmişə sizi var eləsin. Siqnal İctimai Nəzarət Təşkilatının uğurları daimi bol olsun. Arzu edərdik ki, Allah bizə zihin açıqlığı, şans versin ki, biz həmişə xalqımızın xidmətində olaq.